bilməliyik ki, sələf hakimi həmişə ucaldıb, alçatmayıb heç vaxt. Yoxdur sələfdən hakimi alçaldan. Yoxdur. Xavariclərdən var, Mü'təzililərdən var. Amma sələfdə yoxdur. Əbu Bəkra radiyallahu anhu, Əbu Bəkr yox, Əbu Bəkra, bu ayrı bir sahabidir radiyallahu anhu. Deyir ki, eşitdim ki, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir. Hədisi İbn Əbi Asim öz sünənində rəvat edib, Şeyx Albani deyib ki, hədis yaxşı hədisdir. Yəni, hədislə hüccət gətirilir. Yəni, hədis hüccət məqamında istifadə olunan hədislərdəndir. Yəni, bu hədisdən sən kiməsə hüccət gətirib danışa bilərsən. Buyurur ki, Əbu Bəkr radiyallahu anhu, eşitdim Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Əs-sultanu zillullahu fil ard. Sultan Allahın yer üzərində bir kölgəsidir. Sultan Allahın yer üzərində olan kölgəsidir. Fəmən əkramahu əkramahullah. Kim ona ikram etsə, yəni hörmət etsə, Allah da ona hörmət edəcək. Və mən əhənəhu əhənəhullah. Kim ona ihanət etsə, yəni ona alçaltsa, Allah da ona alçalacaq. Deyəcəklər, bunu deyənlər yaltaqlardır. Peyğəmbər s.ə.v hədisidir. Bəziləri deyir ki, belə demə, sən yaltaq. Yox. Bəzi sözlə fikir ver. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləmə hədisini deyil. Əbu Bəkra radiyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə eşitdim ki, sultan Allahın yer üzərində olan kölgəsidir. Kim ona hörmət etsə, Allah ona hörmət edər. Kim ona alçaltsa, Allah ona alçaldır. Əgər bu yaltaqlıqdırsa, onda Peyğəmbər s.ə.v nə deyirsən Peyğəmbər s.ə.v? Bu haqq sözdürsə, niyə demirsən bu sözü? Həmçinin Muad ibn Cəbər radiyallahu anhu buyurur ki, 5 dənə şey var. Yəni, eşitdim Peyğəmbər sallallahu aleyhi və səlləm belə deyir. 5 dənə şey var. Kim onlara eləsə, Allah Teala ona zamin dayanır. Allah Teala o anda ona zamin dayanır. Yəni, onun nədir? Təhlükəsinə, onun hər şeyinə zamin dayanır. Buyurur ki, mən ədə mərida. Kim xəstəni ziyarət edərsə, əv əxrəcə mə'əl cənazə və ya cənazənin yanında çıxsa, əv xaracə qaziyən və ya Allah yolunda döyüşə çıxsa, əv dəxələ alə imamihi yuridu tə'zirəhu və tevqirəhu, əv qa'də fi beytihi fəsəlimən nəsu minhu və səlimə minən nəs. Buyurur ki, Peyğəmbər s.ə.v və ya imamının yanına daxil olsa, yəni başçısının yanına daxil olsa və ona xoş sözlər demək niyyəti ilə daxil olsa və ya evində otursa, insanlar da ondan salamat qalır, o da insanlardan salamat qalır. Bunlar Allah Taala'nın zəmanətində olan insanlardır. Xəstə ziyarət edənlər. O anda onlar Allahın zəmanətindədirlər. Allah onları qoruyur. Mələklər onları qoruyur. Allah yolunda döyüşə çıxmaq, cənazənin arxasınca çıxmaq, hakimin yanına daxil olmaq. Və hələ bilmə, hakim yanına daxil olmaq asan bir şeydir. Hələ bilmə. Çünki Peyğəmbərlər bu şeydən qorxublar. Öyle qorxublar. Allah Teala Musa'ya dedi ki, lə təxaf, qorxma. Dedi, innə əxaf, mən qorxuram. Ne üçün? Çünki sultanın yanına gedir. Güc sahibi, sultan, bütün idarəçilik ondadır. Nə olsun bu Peyğəmbərdir? Ona görə ehtiyat edir, qorxur. Allah deyir, qorxma. Mən sənin yanındayım, eşidirəm, görürəm. Yenə deyir ki, onda Harun da mənlə gəlsin. Deməli, hakimin yanına girmək, onunla üzbəüz gəlmək, onunla danışmaq elə belə şey deyil. Ki Allah ona zəmanət verib o qula, zaminliyinə. Zamin durub Allah subhanət hala. Ola bilər kimsə padvalda danışır və ya qeyb hansısa ölkədə oturub nəyinsə arxasında danışır. Hələ yox, üzbəyiz. Və şəriətdə üzbəyiz deyib. Necə gələcək? Həmçinin Muaviyə İbn Əbi Sufyan deyir ki, o zaman ki Əbu Zər radiyallahu anhu bir yerə tərəf çıxdı, Rabitə deyilən bir yerə, onun yanına çatdı və oturdu onun yanında. Bir adam gəldi, o da İraqdan idi. Yəni o adam İraqlı idi. Gəldi, oturdu Əbu Zər radiyallahu anh'ın yanına. Birisi də İraq fitnə yeridir.
Dedi, ey Abu Zər, sənin başına gələn şeylər barədə bizim xəbərimiz var. Yəni, sənə olan haqsızlıqlar barədə bizim xəbərimiz var. Yəni, hakim tərəfdən. Sənə qarşı haqsızlıq olunur, bizim xəbərimiz var. Bizim üçün bir bayraq düzəlt. Sənin bayrağın altında yığışaq və istədiyin kişiləri gətirək ora. Yəni, sənin yanında olacaqlar. Çünki sən Peyğəmbər s.ə.v-in sahabəsisən. Sən cənnətlə müjdələnmisən. Cənnət sənin üçün darıxır. Bu mənada. Abu Zər radiyallahu anh. Və bəzi alimlər sayanda 10 nəfərdən Abu Zər də sahib. Radiyallahu anh. Bəzi alimlər. Hər bir halda Abu Zər cənnət əhlidir. Peyğəmbərimiz s.ə.v hədisi var. Abu Zər üçün cənnət darıxır. Peyğəmbər s.ə.v hədisi var. Adam var ki, evdə onu görmək istəyir, evdə darıxmırlar onun üçün. Abu Zər radiyallahu anh, cənnət darıxır onun üçün. Deyirlər, ey Abu Zər, bu adam sağlığında eşidib ki, Allah Rasul deyir ki, sən cənnət əhlisin. Sən hələ belə gəlməsin, nə bu? Sən hələ belə gəlməsin. Bu əzəmətli bir mükafatdır və əzəmətli bir müjdədir. Deyirlər, ey Abu Zər, sənə qarşı, yəni sən Allah Rasulunun sahabəsisən, sən cənnət əhlisin, sənə qarşı xatalar eləyiblər. Hakim tərəfdən. İstəyirsən bir bayraq düzəlt, yəni ayrılaq, biz ayrı olaq. Bayraq düzəlt, sənin ətrafında istədiyin qədər kişilər yığaq. Abu Zər radiyallahu anh bu ki, məhləm, biraz yavaş ol, yəni. Ya buna buna danışıqdır. Məhləm. Demədi, düz deyirsiniz. Dedi, məhləm. Bu nədir? Çünki Peyğəmbər tərbiyəsi görmüşdü sallallahu aleyhi və səlləm. Öz nəfsi üçün intiqam almırdı. Demirdi, düz deyirsən, düz danışırsın. Dedi, məhləm. Ya əhləl-İslam, ey İslam əhli, yavaş olun. Yəni, tələsməyin. فَإِنِّي سَمِعْتُ رَسُولَ اللّٰهِ صَلَّى اللّٰهِ عَلَيْهِ وَسَلَّمْ يَقُولُ Mən Peyğəmbər sallallahu aleyhi ve sellem belə deyir, eşitdim. Burada diyanaq keçməyək. Nə deməkdir burada? Nə gəlir insana? Aydın olur ki, insanın hissini istədiyi başqa, Rasulullahın istədiyi başqa. Deyir, ey Abu Zər, sənə qarşı edilənlərdən xəbərdarıq. Bir bayraq düzəldi, ətrafında yığışaq, nə qədər istəyirsən kişi gətirək, deyir, dur, Allah Rasulü belə deyib. Nə deyir? Allah Rasulunun kəlamı özünə qarşı olunanlardan üstündür. Ona görə dur, sənə Allah Rasulundan deyəcəm. Belə olanda nə eləmək lazımdır? Adil hakim deyil, qardaşlar, zalim hakimdir kimdir. Və ümid olunur ki, həccacdır. Hansı ki, sahabə öldürürdü, radiyallahu anh. Buyurur ki, mən Peyğəmbər sallallahu aleyhi və səlləmdən belə eşitdim, Abu Zər deyir. Bu gələn var İraq əhli. Bu Abu Zər'i görüb sevinənlərdəndir. Abu Zər Peyğəmbər görüb sallallahu aleyhi və səlləm. O məktəbi keçib. Ta Məkkə dövründən iman etmiş kişidir Abu Zər. Gıfar qəbiləsindən. Gəldi, iman etdi, imanın izhar etdi, döydülər, getdi. Bilirsiniz də Abu Zər radiyallahu anh gəldi, Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına iman etdi, çıxdı Kəbənin yanında, əşhədu ən la ilahə illallah, əşhədu ən Muhammed Rasulullah. Döydülər. Buraxdılar, yenə dedi, döydülər. Buraxdılar, yenə dedi, Əli radiyallahu anh gəldi. Dedi ki, bu Gıfar qəbiləsindəndir. Bizim karvanlarımız oradan keçir. Gedər deyər orada, buraxmazlar, döyməyin. Qoy geçsin. O da durur, deyir ki, dünyaya görə ilahlarımıza küfr elədim, mən heç demədi. Yəni, karvana görə heç də demədi. Gördük ki, həqiqdən də batildir bunların yolu. La ilahe illallah Muhammed Rasulullah deyənə qədər gözləyir. Deyə getdi. Abu Zər radiyallahu anh, sahabi, hələ belə sahabi deyildi. Ey Abu Zər, sən tək yaşadın, tək iman etdin, tək yaşadın, tək öləcəksən. Tək də ölür radiyallahu anh. Cənazəvi xeyirli kişilər qalacaq. Və cənazəsinin sahabələrdən ibarət bir toplum səhrada qalır. Yoldaşı ilə ikisi heç kimdə yox. Heç kimdə yox. Allah subhanətə onlara o xeyri, o gözəlliyi müvəffəq eləmişdi sahabələrə. O sahabədir radiyallahu anh, Abu Zər. Deyir, mən Peyğəmbərdən eşitdim. Seyəkunu bə'di sultanun fəizzuh. Məndən sonra sultanlar olacaq. Onları alçatmayın, onları ucaldın. Yaxşı şey danışın. Fəmən iltəməsə zillətən kim onlarda və deyir ki, kim onların ayaq sürüşməsini, zillətini axtarsa thəğrətən fil İslam. İslamda belə pis bir deşik açmış olar, bir dəlik açmış olar İslamda. Və buyurur ki, Peyğəmbər s.ə.v وَلَمْ يُقْبَلْ مِنْهُ تَوْبَةً
ondan tövbə qəbul olunmaz. Yəni o şeyi eləyən, ona qarşı gələn hakimə. Ona qarşı gələndən tövbə qəbul olunmaz. Hətta yu'idəhə kəmə kənə. Hətta o dəliyi əvvəl necə idi elə olana qədər düzəltməyənə qədər. Onu düzəltmək mümkün deyil. Beləşikdə bir yerdən dəli açıldı, mümkün deyil. Gələ yamaq olasan, yamaq da bilinir. Deyir, mən Peyğəmbər s.ə.v eşitdim. Yəni, mən o dəli yaşanlardan eləməməm. Peyğəmbər s.ə.v deyir ki, sultan, məndən sonra görəcəksiniz sultanlar olacaq. Onları izzətləndirin. Onlara yaxşı şeylər deyir. Fəmən iltəməsə zilləhu, kim onun alçaqlığını axtararsa, alçatmaq istəyərsə, səğirə səğrətən fil İslam. İslamda bir deşik açmış olar. Allah ondan tövbəsini qəbul etməz. Hətta o dəliyi əvvəlki kimi etmədiyicə. Hədisi İmam Əhməd Rəhməllah özü müstəqdə rəvat edib. Həmçinin İbn Əbi Asım Sünənində Şeyx Albani deyib səhih hədis. Şeyx Albani deyib səhih hədis. Birdən deyərsən, Şeyx Albani, yoxsa getsən, araşdır, gətir hədisi gör, səhih yoxsa yox. Var elə adamlar deyir, Şeyx Albani qəbul. Yoxsa getsən, İmam Əhmədin Müstədində deyir. İbn Əbi Asım'da Sünənində rəvat edib. Get, bəhs elə bu hədisi, araşdır, gəl. Gör, şeyx düzdür yoxsa. Hədis səhihdir yoxsa. Və hədislər göstərir ki, təyin eləmək hakimə haramdır. Haram. Yəni, İslam şəriətində haramdır. Əksinə, gəlib ki, şəriətdə uzatmaq. Demirəm, yalandan danış, təriflə. Yalandan. Nə var, onu danış. Qaldı ki, xətaları özü və Rəbb arasındadır. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, ucaldın, yaxşı şey danışın onlardan. Kim İslam, onların alçaqlığına, yəni onları əzmək, onları alçatmağı axtararsa, İslamda bir dəli yazmış olur. Hansı ki, o dəli düzəlməyənə qədər, o da düzəlmir, qardaşlar. Düzəlməyənə qədər ondan tövbə qəbul olmayacaq. Allah.